Yine dolandırıcılar üzə çıxıblar. Güya insanları Azərbaycandan Dubaya gətirirlər, işə düzəldirlər. Heç bir dil biliyi olmadan. Bu %1 milyon faiz yalandır. Belə bir şeylərə inanmayın. Çünki nədən? Səbəbini açıqlayacağam. Əgər məntiqinizə uyğun olsa, okey, deməli dediyim doğrudur. Əgər məntiqə uyğun olmasa, istədiyiniz kimi pulunuzu qaptıra bilərsiniz, istədiyiniz kimi pulunuz çoxdursa pulunuzu verə bilərsiniz başqalarına ki, nəticəsiz qalacaqsınız sonunda da. Son günlərdə mənə çox müraciətlər gəlir. Çünki videolarım paylaşıram Instagramda, YouTube'da, TikTok'da və cəmaətin təbii qarşısına çıxır və Dubaydakı işlər haqqında. Mən Dubayda əslində işə alma agensiyası deyiləm və yaxud da ki, elə bir şirkətim yoxdur ki, işə alım insanları. Və belə deyək, Dubay bələdçisi paketi var. Təbii ki, orada addım və addım göstərirəm. Dubaya necə gəlmək olar, necə iş tapmaq olar. Sadəcə yolunu göstərirəm ki, adından bəllidir. Dubay bələdçisi kitabçası. Lakin iş tapmağa söz vermirik təbii ki. Son günlərdə mənə yazırlar Instagramdan ki, qardaş belə bir şirkət var. Bizə iş təklif eləyirlər Dubayda. Bir dəqiqə axtarıram, kopya edib öz nömrəmə atmışdım. İndi onu mən oxuyacağam sizin üçün. Bu məzmunlu əgər hər hansı bir təkliflər alsanız, onun %99% deyirəm ki, bu yalandır, dolandırıcılardır. Sadəcə sizin pulunuzu alıb, ondan sonra yubadacaqlar, uzadacaqlar. Ondan sonra a qardaş alınmadı və yaxud da saxta sənədlərlə sizi başınızı qatacaqlar ilk öncə bir neçə ay. Ondan sonra artıq söhbət örüb gedəcək. Sizdən tələb eləyəcəkləri pulun hamısını sizdən almasalar da müəyyən bir qismini alacaqlar. Bu onlar üçün bir uğur deməkdir əslində, dırnaq arası. Deməli, salam, Dubay üzrə məlumat. Bunu bir izləyici dünən mənə göndərib Instagramda və belə bir mətndə çox insanlara göndərilib və onlar mənə müraciət ediblər ki, bu şey doğrudurmu, düzgündürmü? İndi mən oxuyuram məzmunu. Əgər belə bir məzmunla hər hansı bir Instagramda, hər hansı bir TikTokda kimsə, hər hansı bir şirkət sizə iş təklif eləsə, inanmayın, yalandır. Və səbəbini də açıqlayacağam mən sizə. Salam, Dubay üzrə məlumat. Dubayda kuryerlik, inşaat və otelcilik işi. Any order, instant order, eat easy kimi şirkətlərə düzəldirik. İngilis dili biliyi vacib deyil. İlkin ödənişsiz, ofisə yaxınlaşaraq xarici pasportunuzu təhvil verirsiniz. Proses bitdikdən sonra $1500 ABŞ dolları ödənişdir. Sizə işə götürəcək şirkətdən işçi müqaviləsi veririk imzaya. Ödəyəcəyiniz məbləğdən aviabilet alırıq və bundan sonra işə başlaya bilərsiniz. Maaş minimum saatına $17, yəni aylıq verilir, sadəcə $17 saatınadır. Yəni bu nə deməkdir? Vergi çıxılandan sonra gəlir 3400 plus dollar. Ev və nahar yeməyi ilə şirkət təmin edir. Şirkətimiz İngiltərənin ən böyük işə düzəltmə şirkətidir. Connect'in Azərbaycanda yeganə təmsilçisidir. Mən başqa səbəbləri açıqlayacağam bu videoda. Sadəcə bu mətndə olan yanlışları mən sizə söyləyirəm indi hal-hazırda. Deməli, salam, Dubayca məlumat, okey. Dubayda kuryerlik, inşaat və otelçilik işi. Any order, instant order, eat easy şirkətləri. Dünən bu şirkətləri araşdırmışam. Any order şirkəti hardasa Dubayda var, amma 30-40-50 nəfərdən ibarət bir şirkətdir. Bəzi burada yazılan şirkətlər heç mövcud belə deyil. Instant order. Instant order ümumiyyətlə Dubayda yoxdur. Amerika şirkətidir, Amerikadadır. Online delivery application'dır. Yazdığın mətndə belə səhvlər var sənin. Bəzi dolandırıcılar var ki, professionaldır, bunlar professional deyil. Kuryerlər burada qazandıqları məbləğ 1500 dirhəm, 2000 dirhəmdir. Burada yazıblar $17 saatına, yəni aylıq ödənişlə təbii ki, amma $17. Gün ərzində 9 saat işləsə bu insan, aylığı da $4500. Burada kuryer işinə heç kim $4500 vermir. İkinci yanlış, inşaat sektoru. İnşaat sektorunda heç kim saatına $17 vermir Dubayda. Hamısı Pakistan, Hindistan, Bangladeşdən gələnlərdir. Onların qazandığı məbləğ $300 aylıq. Patologu $400, $200 öz ölkələrinə göndərəndə deyirlər ki, biz padişahıq. Ona görə də $400 Azərbaycan milləti $400 sərf edirsə, buyurun gəlin işləyin. Amma bunları verərək yox da, 1500 belə saxtakar şirkətlərə verərək yox. Özünüz gəlib tapa bilərsiniz. İnşaatda $400 işləyəcəksənsə. Amma çox üzr istəyirəm, çox bərbad vəziyyətdə yaşayacaqsan burada. Əgər mühəndissənsə, təbii ki, dizaynersənsə, hər hansı bir inşaatla bağlı, hər hansı bir yüksək səviyyəli, hər hansı bir vəzifən varsa, təbii ki, o başqa məsələ. Gələ bilərsən, çox qəşəng pullar qazana bilərsən, lakin onun üçün də aşağıdan başlamalısan. İnşaat məsələsi də belə. İnşaat heç kimə $17 vermir saatına Dubayda. Aylıq $4500.
Orada bir məsələ də var, ona da değinəcəm. Üçüncü, otelcilik işi. Otelcilik işi okey, Dubai turizm şəhəridir. Dubaidə yüzlərlə, minlərlə otel var və təbii ki, işçilər tələb olunur bura. Lakin ən aşağı maaş verən sektor otelcilik sektorudur. Nəyə görə? Çünki qalmağa yerini verir, normal şəkildə qalmağa yer verir, yemək içməyini verir, treninqlərini verir, özünü inkişaf elətdirə bilərsən. Çünki treninqlər tez-tez verirlər, demək olar ki, hər gün insan bezir. Dediyim kimi, otelcilik işi burada ola bilər, lakin yenə də deyirəm, 17 dollar saatına, yəni aylıq 4500 dollar mümkün deyil. Qazandıqları məbləğ 1200, 1500, 3000, 4000 dirhəm qalacaq yerlərini verir. Özünüz gəlib belə tapa bilərsiniz, ingiliscəniz varsa əgər. 3 işin üçü də burada yəni yanlışdır. Ondan sonra ingilis dili biliyi vacib deyil. Millət, ingilis dili biliyi vacib deyil. Hər hangi bir şirkət bunu deyirsə sizə və sizə iş tapırsa, yalandır, mümkün deyil. Orada göstərilən məbləğ o qədər şişirdilib ki, artıq sənin o 1500 dolları cibindən çıxarıb verməyin çox asan bir şəkildə olacaq. Başa düşdünüz nə demək istəyirəm? Orada göstərir ki, saatını 17 hesablayır, adam baxır ki, o 4500 dollar qazanacaq. Deyir, 1500 dollar nədir ki? 10 günə qazandığım puldur, verim də nə olacaq ki? Gəlib onsa birinci ayda qazanacağım da bunu. Amma yanlışdır. Belə bir şey yoxdur, belə bir dünya yoxdur burada. Dediyim kimi, bəzi sektorlar ola bilər, amma maaşları çox aşağıdır. Mən Azərbaycan millətimə yaraşdırmıram belə gəlmişdim mən. Gəlin burada şirkət qurun, gəlin burada orada biznesiniz varsa bura daşıyın. Amma gəlib burada fəhlə işləməyin. Elə Azərbaycanda işləyin, Azərbaycana da fəhlə lazımdır. Lazımdır bura gəlib başqalarının əlinin altında fəhlə işləyin. Öz biznesmenlərimizin əlinin altında işləyin. Ondan sonra ilkin ödənişsiz, yəni təbii ki, orada bir güvən yeri qoymalıdır ilkin ödənişsiz, amma təbii ki, o prosesdə yenə də pul tələb eləyirlər, müəyyən bir məbləğ. Ofisə yaxınlaşaraq xarici pasportunuzu təhvil verirsiniz. Okey, təhvil verdi pasportu. Proses bitdikdən sonra 1500 dollar ödənişdir. Aha. Sizə işə götürəcək şirkətdən işçi müqaviləsi veririk imzaya. Deməli, işə götürəcək şirkətdən işçi müqaviləsi mənə bəlkə yüzlərlə göndərilib. Qardaş, belə bir işçi müqaviləsi almışam. Baxın, görün düzdürmü? Hamısı saxta idi. İşçi müqaviləsi saxtadır çoxunda. 99%-də. Göndərirsə nə? Sən imzalı çəkdin, hə qardaş, da gedirəm. Elə bir şey yox. İşçi birinci olaraq şirkət işçi müqaviləsi göndərmir. Birinci olaraq şirkət offer göndərir. Təklif göndərir. Bu vəzifələrə biz sizi alırıq. Maaşınız bu qədər olacaq. Falan bəndlər. Bu offerdir. Amma bunlar saxtalığın artıq saxtasını eləyirlər. İşçi müqaviləsi göndərir güya. İşçi müqaviləsi göndərir, orada yazır employment nə bilim nə. Bu falan vaxtdan falan vaxta. Saxtadır. İlk öncə şirkət offer göndərir, təklif göndərir. Təklif imzaladıqdan sonra artıq kontrakt göndərir, artıq ondan sonra işçi müqavilələri işə daxil olduqdan sonra imza atılır orada. Ödəyəcəyiniz məbləğdən aviabilet alırıq və bundan sonra işə başlaya bilərsiniz. Ödəyəcəyimiz məbləğdən necə bilet ala bilərsin? Deyirsən ki, birinci ilkin ödənişsizdir. Pasportumu verdikdən sonra güya işçi müqaviləsi imzaladıqdan sonra onlar hamısı saxtadır zaten. Yəni Azərbaycanda onda artıq pul verəcəksən, düzdür? Sənə bilet almaqları üçün. Artıq bu ilkin ödəniş deməkdir. Mən işə başlamamışam, pul qazanmıram, amma sənə pul ödəyirəm mən. Yəni ödəyəcəyiniz məbləğdən bilet almanız demək ki, siz öncədən pul verəcəksiniz. Onlar güya dırnaqarası gedib sizə bilet alacaqlar. Ondan sonra işə başlayacaqsınız. Xeyr, belə bir dünya yoxdur, yenə saxtalıq. Əgər ilkin ödənişsizdirsə, məni işə düzəl, işçi müqaviləmi elə, aviabiletimi al, gətir. Ondan sonra mən sən pulunu verərəm 1500 dollar, bir şey deyil. Mən artıq işə başladığım gündən problem yoxsa 2000 də verərəm. Deyərəm ki, 1500 düzəldir, mən 4500 qazanacağam və 500 dollardan bəxşiş verim, tips verim buna. Düzdür? Əgər bu mövzuyla razısınızsa kommentlərdə bildirin. Çünki Azərbaycan milləti əl açıq millətdir. Kimsə kiməsə yaxşılıq eləyəndə çıxardım onun üstünə bir bəxşiş də verir. Ondan sonra pul verdiniz, təbii ki Azərbaycanda ilk ödəniş çox idi, amma pul verdiniz. Bunlar bilet aldılar güya, bilet aldılar müəyyən vaxta. Ondan sonra dedilər ki, burada yubanma oldu. Onlar location'ı dəyişdilər. Dubaidə leysan oldu, zəlzələ oldu Dubaidə, dağıldı o şirkət, məhv oldu. Artıq biz göndərə bilmirik. Bunların məqsədi indi burada göstərməyəcəm, onların abırını aparmaq istəmirəm.
adlarını da çəkməyəcəm burada. Instagramları var məndə. Onu eləyə bilərəm əslində, göstərə bilərəm sizə. Daha agah ola bilmərəm, amma göstərmirəm. Belə əgər maraqlı olacaqsa sizə, kommentlər qismində mənə bildirin. Orada mən sizə əlaqə saxlayaram və oradan sizə şəxsidən göndərərəm. Deməli, artıq onlar fırlatdılar. Artıq burada bir yubanmalar var. Çünki siz pul vermisiniz. Onlar bilet alacaqlarsa göndərəcəklər. Amma Dubayda leysandır. Dubayda zəlzələ olub. Allah eləməsin. O şirkət dağılıb burada. Yoxdur, məhv olub. Qardaş üzr istəyirik falan filan. Pulunuzu geri qaytaracaq. Yox. Səhifəyə baxdığımda səhifənin özü elə fake-dir. Səhifə fake səhifədir. Hardasa 10 minə yaxın takipçisi var. Reelslərinin hətta baxış sayısı, bəyənmə sayısı 1, 2, 6, 5, 10. Müəyyən köklü şirkət, əgər köklü şirkətin səhifəsidirsə, kommentlər olardı, orada bir bəyənlər olardı, paylaşımlar olardı. Boş paylaşımlar olunur o səhifədə və insanları aldatmaqla məşğul olurlar. Azərbaycan xalqı, Azərbaycan milləti çox mənə müraciət edirsiniz. Dubayda necə iş tapa bilərik? Bura necə gələ bilərik? Sadəcə videonun açıqlamalar qismində link yerləşdirəcəm. Dubay bələdçisi paketi, Dubay bələdçisi kitabçası. Onu əldə edərək Dubaya necə gələ bilərsən, addım-addım izləyib onu gələ bilərsən. Əgər ingilis dilin yoxdursa, orada 400 kəlmədən ibarət bir vokabülyari, lüğət də hazırlamışam. Onu da sizə göndərəcəm və yararlana bilərsiniz. Öyrənib, oradakı stepləri, oradakı addımları izləyərək Dubaya gəlib iş tapa bilərsiniz. Belə insanlara 1500 dolar, 2000 dolar pulunuzu verib, ondan bundan borc alıb onları verib, sonra da başınıza döyməyin. Təşəkkür edirəm. Videonu hamı ilə paylaşın. Bu videonu maksimum dərəcədə paylaşın. Bütün insanlar agah olsunlar ki, belə saxtalıqlar var. Təşəkkür edirəm. Müğayət olun. Sağlıqla qalın.